Sizlerle birlikte size Nitrox'in komutlarını vereceğim. Bildiğiniz kimi Bobin komutlarını vermiştim ve bugün de Nitrox'in komutlarını veririm. Bir dakika buradan kameramı değişim. Buyurun bir dakika. Kanalıma abone olmayı unutmayın. Birinci kodumuz Nitrox'in el hareketi komudumuz. Bu komudu açıklamaya yenə də qoyacağım. Uşaqlar bildiğiniz kimi Nitrox'in komudunda Bora bir lazer atanda əllərini yuxarıya qaldırır və lazer fışqırdırdı. İndi onu denəyəcəyik sizlərlə birlikdə. Baxın. Bunu silirsiniz, öz oyundakı adınızı yazırsınız. Mənim adım budur. Tabi uyarı edirsiniz. Bunu da belə edirsiniz. Aslında siz nə edəcəksiniz? Baxın, mən sizə bir şey göstərəcəm. Bunu çək. Baxın, hop olur. Amma uşaqlar başınızın tərpənməsini istəyirsinizsə, onda bunu uyarı edirsiniz. Belə uyarı eləyin. Uyarı edin. Gördüğünüz kimi. İndi keçirik ikinci komutumuza. İkinci komutumuz Nitrox'in. Bakalım Nitrox'in siz nə? Neydi? Nitrox'in lazer komutu. Bir dakika. Hə uşaqlar bu komut səhv komutdur. Bu komutu birazdan düzəldirəm. Bu komutumuz nədir? Uşaqlar bu komudumuz necə deyim? Belə patlama İkinci komodumuz bunu vermiştim. Sonra bende biraz görselme komutlarım var. O səs deyil, çünki uşaq var. Nitrox'in bildiğiniz ki modlu olan bir şeydir. Ona görə səs tam deyil də. Ona üzr istəyirəm, amma modunu da qura bilərsiniz. O sizə qalmış bir şeydir. Mənlik bir şey deyil. İkinci komodumuza keçir. Uşaqlar, ikinci komodumuz budur. Nitrox'in belə effekt. Siz necə? Nitrox'in içəndə ekran ağ olur, gəlir. Uşaqlar, bunun onay gecikməsi də var. Onay gecikməsində gəlirsiniz, buradan 40 edirsiniz. Yoxsa keçməyəcək, baxın. Baxın. Baxın, gördüyünüz kimi Nitrox'in effekti gəlir. Effektlərini də verəcəm. Komutları da vereceğim. Birinci efektimiz Up Speed 999. Uşaqlar, bu efektimiz sayesinde çok hızlı olabilirsiniz. Baxın. Vermişdim.
olsun biraz. Speed shower. Bunu yazırsınız. Bu sayede yavaşlatıyorsunuz. İnşallah şuna basarız biraz. Gördüğünüz gibi. Hop 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 hop. Gördüğünüz gibi indi güz efektine keçdik. Bütün her şeyi taş ettim. Gördüğünüz gibi programı taş ettim. Her şeye vardı. Ama yine de 12 vuruşda öldürür. Bilirsiniz ki Warden öldürmək çox çətin işdir də uşaqlar. Yəni bir 5-10 dəqiqənizi alar. Amma yenə də bu effekti girdiyinizdə çox güclü olursunuz. İndi keçək komutlara. Bir dənə də effekt var idi. Bir dəqiqə görüm buradadırsa, verim burada. Can yüksəltmə effektimiz də var. Dəqiqə onu da verim sizə. Yəni məsələn canınız 10 canınız varsa 20 can eləyə bilərsiniz istədiyiniz qədər. İndi bir dənə də onu verirəm uşaqlar. Bir dənə havanı gündüz eləyib gəlirəm. Bəli uşaqlar havanı gündüz eləyib. İndi effektimiz deyə budur. Bu uşaqlar biz siz nədir? Can yenilənmə baxın. Canımız yenilənəcək. Biz siz necə bir şeydir? Bir dəqiqə göstərim sizə. Baxın indi. Bir dəqiqə məsələ gətirirəm. Sumo Blaze. Baxın. Baxın görürsünüz tez yenilənir. Tez. Bir dəqiqə göstərim sizə. Mən Piglin götürəm buradan. Fərqi yoxdur. Deyəm mən Piglin götürüm. Bir zombi Piglin. Bakın bir dakika. Biraz çok uzun süre. Bir dakika uşaqlar. Bir də mən şeyi götürüm. Şu Piglin. Başını çağıraq. Tamam bunu çağırdım. Burada acı da var ama onu gətirərəm sonra. İndi keçək videomuzun davamına.
keçək uşaqlar bir dəqiqə effektimizə. İkinci effektimizə. İkinci effektimiz bəli budur. Və gördüyünüz kimi canın iki qatına çıxartdım. Bunu uşaqlar belə də eləyə bilərsiniz. Baxın. 5 baxımda eğer canınızın sınırsız olmasını istersə, buyurun bu effekti. Bunu da boyayacağımız zamanda gördüğünüz gibi bir sürü ürəyimiz oldu. Bu da lazımdırsa sizdən buyurun. Və indi komutlarımızı da verdim. Və bu qədər və sağ olun, salamat qalın və bye bye.